Əbülfəz bəy, mən hesab edirəm ki, bu yeni növbəti Şuşalılar üçün, şəxsən sizin hakimiyyət üçün, başqa hakimiyyətlər üçün siyasi oyunbazlıqdır. Mən bunu bundan başqa cür qiymətləndirə bilmirəm və ağlıma sığışdıra bilmirəm ki, hansı dövlət başında əyləşən və Qarabağdan, Ermənistan sərhədlərindən habelə başqa sahələrdən gəlmiş köçkünlərin yerləşdirilməsi haqqında Azərbaycan Respublikası Müdafiə Komitəsinin qərarını Prezidentin səlahiyyətini həyata keçirən İshak Əmbərov yoldaş imzalamış və efir vasitəsilə bizi bu yükala salmışlar. Bu ondan gəlir ki, mən öz fikrimi qəti deyirəm, bir Azərbaycan vətəndaş kimi deyirəm ki, heç vaxt Şuşa, Laçın, Qarabağın tarihi burada əyləşən rəhbər işçiləri maraqlandırmayıb, yalnız onlar stol davası ediblər, mənim də başda olmaqla stol davası edənləri tərəfləmişik və axırı bu günə çatmışıq. Mənim bir qəti tələbim var, bütün Şuşalıların adından biz doluşmuş evlərdən köçməyəcəyik heç ara, pis həqata, qeyri-qata getməyəcəyik və bir dəfəli bildiririk ki, terrorçuluğa əl atacağıq, əgər bizim tələbimiz yerinə etməsə və bu isə Azərbaycan hökumətinin rəhbərlərinə bağ-başa gələcəkdir. İkinci bir söz deyirəm, keşkəm Yaqub Məmmədov burada deyildi. O bilmirdi müvəqqəti yoxdur, altısında bilmirdim ki, müvəqqəti çevriliş edən keçirfənin qurbanları deyirlər Mənsur Məmmədov bu günə qədər cəmaatı, arvad uşağı Şuşadan çıxartmasaydı, Şuşada qalan indiyənə qədər girov gözəllər haqqında kimdir düzgün söz deyirdi? Heç kim. Bizim girovlarımız Şuşanın dəniz səviyyəsində üstədə duran bikarə qızları aşırıdır, bakirə qızları erməni lobbilərinin dərindədir. Bu qeyrətimizdən irəli gələn məsələ bilmir. Yox, hələ müharibə gedir, dava gedir. Hələ biz bəy, xanım deyə bir-birimiz tərifləyirik. Təşkillər ciddi olmalıdır, Ermənistana köçkün gedək yox. Hamımız ağlanırız da, hamımız sinirlə ölməyə alırıq. 20 dəqiqədə səbirli olun, hələ indi bir dəqiqə. Açıq Sovetinin nümayəndəsi sizin mənzil məsələsi ilə dair Siracəddin bəy arayış vermək istəyir, yazılır. Buyursun desinlər və dinləyirəm. Mənə bir şey çox interesli gəlir. Yanvar hadisəsindən məsələ qalxırdınız, 20 cürə komissiya təşkil etdiniz. Axırda da iclasda deputat yoldaşlarınız biri durdu, biri müqəssir elədi, biri durdu, biri müqəssir elədi. Axırda da prezidentə qədər qalxdılar. Demək, burada hamısı vəzifə güdmək, vəzifə dalına düşmək, xalqı uçurma vermək. Gəldi bir nəfər müdafiə naziri. Başladı ki, mən burada daşaltın köçürəcəm. İşte mənim özüm də orada iştirak elədim. Mənim yanımda da hamı satıldı, oldu. 44 nəfər balnisadan keçdi, hamısı arxadan vurulmuş. Niyə gözünüzü yumursunuz? Siz yadınız ərilsin ki, hökumət evinin qabağında siz çıxış elədiniz, arxadan mən elədim, necə bir Şuşalı. Mənim sizə çox inanım vardı. Amma hamısı etdi. Nə qədər ölüm olar, nə qədər itim olar bunun haqqında bir nəfər adam mənə siz bugünə qədər müqəssir etməmişsiniz. Hələ bir dəfə sizin o deputat yığıncağında bir nəfəri durub deməmişsiniz ki, bu müqəssir idi, biz bunu müqəssir etdik. Hələ belə şey bu cəmaat eşitmir. Əgər köçməsə prokuraturaya tapşırılsın, milis sisteminə tapşırılsın, biri də dursun televiziyada desin ki, 6 adam özüm güllələmişəm, biz onda bildik ki, sizdə qanun da yoxdur, konstitusiya da yoxdur, hüquq da yoxdur, istədiyinizi yerində güllələyirsiniz, istədiyinizə də nə lazım dedirsiniz. Olmaz belə. Hamınız bir-birinizdən ehtiyat edirsiniz. Hamınız bir-birinizdən ehtiyat edirsiniz. Elçi bəy, əgər bizim bu işimize siz 7 iyunda baxmasanız, biz sizin öz Şuşalı adına deyil, heç birinizə səs verməyəcəyik. Biz açığı deyil, sizə səs verməyəcəyik. Xahiş edirik bizdən maraqlanırsınız. Biləsiniz ki, bizim dərdimizə qalan Azərbaycan xalqı bizim dərdimizə qalmır. Biz dərdimizi kimə deməyirik ki? Bir
aydan artıq insanlar səfələri Bakı şəhərində bir dənə Azərbaycan Xalq Cəbhəsinin nümayəndəsi onların şəraiti ilə maraqlanmayıbdır. Görək bunları kırırlar, öldürürlər, acdır, susdur, buna payok verirlər, vermirlər.